Hello, bir vloga daha xoş gəlmisiniz. Hazırda sizi San Francisco'dan salamlayıram və vlogumuz sürətli şəkildə başlasın. San Francisco'dakı otelim bu şəkildədir. Mənzərəmi də göstərim sizə. Gələndən yerləşməmişəm və sizə vlog çəkirəm. Günün looku bu şəkildədir. Gedirəm gəzməyə. Və gəlmişəm Burlingame'ə. San Francisco'nun ən məşhur və gözəl şəhərlərindən biri hesab olunur. Biraz buraları gəzim, gedəcəm yemək yeməyə. Bu da mənim breakfast, lunch arası bir şey. Adını siz qoyun. Gəldiyimiz məkan da çox qəşəngdir amma. Belə qəşəng, güllü, çiçəkli. Buradakı dostlarım mənə yazırdılar ki, San Francisco'da hava daha qəşəngdir, daha günəşlidir. Burada daha qəşəng zaqara ala bilərsən. Miami'də nə işin var? Orada yağış yağır. Haqlıymışsınız. Gəlmişəm San Francisco'dayam. Dostlar, hal-hazırda gedirik Golden Gate'ə. Və hava biraz dumanlıdır. Ümid edirəm ki, qəşəng bir mənzərə görərik. Bir də oradakı parkda gəzmək istəyirəm. Bugün əslində çox aktiv bir gün keçirmək istəmirəm. Çünki 6 saat uçmuşam və yorğunam. Ona görə bugün biraz belə slow takılıq. Görək hələ buradan görünəcək körpü. Və buradan artıq körpü görünür. Və belə gəldim, çıxdım. O qədər külək var ki, heç çəkə bilmirəm. İndi gedəcəm əks tərəfə. Son olaraq vəziyyət budur. Saçımın, başımın halına baxın. Gedirəm körpünün əks tərəfinə. Gedim görüm orada nə edə bilirəm. Və bu da küləkdən şəkil çəkə bilmədiyim körpü. Və dostlar, axır ki o düşündüyüm, beynimdə olan şəkli çəkə bildim, amma soyuqdan donuram. Çox soyuqdur, amma şəkilləri keçid eləyib Instagramdan baxa bilərsiniz. Burada belə titrəyirəm, amma şəkillərdə belə cool pozlar vermişəm. Hər nəysə, mən qaçdım. Və axır ki istədiyim o şəkli çəkdim və qayıdıram. Bu arada bu hissə mənə biraz Norveçi xatırlatdı. Chili sauce and the hot sauce. Enjoy. Thank you. Və bu da bizim axşam yeməyimiz. Good morning. Belə qəşəng bir yerdə səhər yeməyi yeyirəm. Bu otelin belə orta hissəsidir. Burada çoxlu restoranlar var. Buradan da belə dönürsən. Belə bir yerə girirsən. Burada da açıq bufe tərzində belə bir şeylər var. Bugün bu şəkildə giyinmişəm. Bu mənim həbsxana lookumdur. Gedirik Alcatraz muzeyini gəzməyə. Təsəvvür eləyin ki, qayığa 1 saniyə ilə çatdım. Mən mindim və qapı bağlandı. Və botda burada hər şey var. Yeyirsiniz, içirsiniz. Və yuxarısı da bu şəkildədir. Alcatraz. Küləyə baxın bir dənə. Buna görə ən təhlükəsiz ilə hesab olurdu. Buradan kim qaça bilər? Baxın, burada Indian Land yazılıb. Indianda bildiyimiz indiki Hindistanlılar deyil. O vaxtı burada yaşayan Hindulardan söhbət gedir. Yəni buranın özlərinin ərazisi hesab edirlər. Burada da məlumat verirlər. İstəsəz qulaq asa bilərsiniz. Amma mən özüm gəzəcəm və zaten məlumatlıyam. Ona görə də bu qədər insanı gözləmək istəmirəm açığı. Xəritəmi aldım. Gedirik gəzməyə. Biraz adanı turluram əlimdə xəritəmlə. Və burada su çəni var. O vaxt istifadə olunması üçün imiş. Hal-hazırda çox şeyin fəaliyyəti dayanıb. Jim deməli 10 il burada qalıb. Soyğunçuluq, adam öldürməyə görə saxlanılıb. Sonra amma çıxandan sonra, yəni 10 ildən sonra gedib özünə normal iş tapıb və normal həyatına dönüb. Joseph.
Bu kiçik məbləğdə 16 dollarına qədər oğurluq eləyib. Ona görə həbs olunub. Sonra burada ciddi problemlər yaşayıb, psixoloji problemlər. Sonra da həbsxananın hasarına qalxmağa çalışıb, yəni qaçmağa çalışıb. Onda da güllələnib öldürülüb. Sonra Bumpy, bu isə məşhur cinayətkarlardan biri olub. Ağ adam öldürdüyünə görə saxlanılmışdı. 9 yaşında psixi xəstə hesab olunurdu. Depressiya yaşayırdı, psixoloji problemləri var idi. 18 yaşında avtomobil oğurlamışdı, ona görə həbs olunmuşdu. Sonra qaçmağa cəhd eləmişdi. Sonra da 20 dollarlıq əskinazlar hazırlamağa çalışıb, yəni saxta pullar. Ona görə də tutulub Alkatrasa göndərilmişdi. Belə maraqlıdır. Burada da həbsxana sistemindən danışılır və qeyd olunub ki, ABŞ-da 37 böyükdən biri həbsxanadadır. Baxın, reytinqdə də Amerika birinci yerdədir, sonra Rusiya gəlir. Avropa ölkələri amma daha aşağı faizdədir, yəni daha az məhbus sayına görə tanınır. Yavaş-yavaş yuxarı qalxırıq həbsxanaya. Deyirəm ki, görün vaxtı ilə nə qədər məhbus burada qalıb. Bu divarlardan dənizə baxıb, San Fransiskoya baxıb, xəyal qurub. Nə bilim, indi hər insanın səhvi ola bilər də. Kimi maşın oğurladığına görə, kimi pul oğurladığına görə, kimisə öldürdüyünə görə həbs olunub. Amma yenə də xəyal, ümid həmişə olub və düşünüblər ki, o biri tərəfdə onu ailəsi gözləyir. Bəziləri, bayaq da dediyim kimi, bəziləri buradan sonra peşman olub, öz həyatına davam edib və daha yaxşılaşdırıb həyatını. Bəziləri amma buradan qurtulmağa çalışıb, qaçıb. Cəmi 3 nəfər qaça bilib bu arada. Bəziləri də qaçmağa çalışanda öldürülüb. Neyse, çox qəribədir. Gəlin sizə dünyanın ən maraqlı qaçış planını göstərim. Bu üzü görürsünüz. Baxın, orada da deşiyi görürsünüz. Deməli, saxta üzlər hazırlayıblar. Qoyublar ki, kimsə gələndə görsün ki, yatıb və oradan o deşikdən qaçıblar. Frank Morris olub birinin adı və bunun əsasında bir film çəkilib, Alcatraz filmi. 1963-cü ildə bu qaçış planı həyata keçib. Ona görə də növbəti illərdən artıq fəaliyyətini dayandırıb, 64-dən bəri fəaliyyət göstərməyib. Və 69-cu ildə isə buranı o dediyim hindular ələ keçiriblər və üsyan qaldırıblar ki, bu adamı bizə verin, bu adam bizimdir. Nəysə, içəri girəndə belə bir audio tur götürürsünüz, harada sizə maraqlıdırsa dayandırıb qulaq asırsınız. Baxın, qaçanların burada məlumatları var. Birincisi Frank Morris olub, digəri John və Clarence qardaş olublar. Şəkillər də bu formadadır. Qaşıqla divarı qazıblar və belə bir maska qoyublar. Daha sonra bu sağda gördüyünüz şəkildə qaçış planını həyata keçiriblər. Baxın, digər iki şəxsin yeri də bu şəkildədir. Normalda 3 nəfər qaçıb, amma qaçanda bir nəfər, baxın, o deşikdə ilişib qalıb və gəlib onu tutublar. Tutanda isə onların qaçış planı ilə bağlı məlumat verib. Amma 3 nəfər də yəni qaçıb. O dəqiqdir. Bir nəfər qaça bilməyib və onları lor dildə desək satıb ki, belə qaçıblar, belə plan qurublar. Bu yetimlər, yazıqlar burada necə qalıblar? Bəzilərində heç olmasa cəhənnəm yataq var da, o birilərdə heç yataq da yoxdur. Baxın, burada da məşhur məhbuslar var. Hamısında ləqəblərini görürsünüz. Əsas bu Al Capone, Scarface ləqəbi ilə tanınırdı. Birinci çıxan Scarface filmi, yəni bildiyimiz yox. Ondan əvvəlki çıxan bir Scarface filmi sırf onun əsasında çəkilib. Birdman'i tanıyırsınız. Burada olanda çoxlu araşdırmalar aparıb quşlar haqqında, amma neynəsə də icazə verməyiblər burada ona quş saxlamağa, amma yenə də kitablar yazıb, araşdırma aparılıb. Belə. Burada D blokunda daha ağır cinayətlər törətmiş şəxslər üçün idi. Baxın, buradan qapı bağlanır, buradan da qapı bağlanır. Deməli, düz burada belə suvenir mağazası var. Divarı deşdikləri qaşıq, yedikləri yemək qabları falan. Yəni o tərzdə bir şeylər eləyiblər və yəni satışda kitablar falan da var. Maraqlıdır. Nəysə dostlar, koftamı da aldım, geyindim və geri qayıdıram. Yavaş-yavaş minib geri qayıdırıq.
və buranın məşhur gəmi limanlarının olduğu, bizim dildə Pier 39-dayıq. Və burada qəşəng həm gəzməli yerlər var, həm də fərqli balıq restoranları var. Burayla bağlı bir fikir formalaşdı məndə. Deməli, baxıram, əslində çox qəşəng görünür, baxın, bu hissələr falan. Amma elə bil ki, biraz nəsə çatmır, çirkli görünür, ya da köhnədir deyə belə görünür, nə bilim. Bir də insan çoxdur, çox qarışıqdır. Bir də yazılar falan adamın üstünə gəlir, hər yerdə yazı var. Belə qəribə atraksiyonlar var. Burada isə texnologiyalar olan bir mağaza var. Hey! Gəldim buranın məşhur krab restoranına. Burada ortada belə bir ateş qoyublar. Burada bar var. Mənzərə isə bu şəkildədir. Krab gəldi. Şoka düşüb. Sabahınız xeyir. Mən bugün San Fransiskonu tərk edirəm. Gördüyünüz üzrə, amma yol üstü də görmək istədiyim yerlər var. Ona görə də belə giyinmişəm. Yenə gəldim klasik bir Amerikan kahvaltısı etməyə. İlk gün gəldiyimiz məkandır. İç görüntüsü bu şəkildədir. Orada uzaqda Alcatraz adası da görünür. Burada məşhur Lombard Street. Hamıda bütün turistlər gəlir burada şəkil çəkdirir. Təbii ki, mən də istəyirəm burada bir şəklim olsun. Qəşəngdir. Bəyəndim. Qələt elədim, durdum burada bir dənə şəkil çəkdim. Bu daşın yanında. Hamı gəldi, bütün turistlər gəldi ki, biz də burada çəkirik. İndi gözləyirəm ki, bitsin çəkilişləri. San Fransiskoda son günümdür deyə dedim bir gəlim. Bu gözəlliyi, bu mənzərəni də görüm. Bura Fine Arts muzeyi ərazisi hesab olunur. Burada insanlar gəlirlər, baxın belə piknik eləyirlər, gəzirlər, şəkil çəkirlər. Gəldim biraz yaxına. Mənzərə çox qəşəngdir. Burada da şəkil falan çəkdim. 1915-ci ildə tikilib bu Place of Fine Arts. Bəli dostlar, 1906-cı ildə burada çoxlu yanğınlar baş verib, zəlzələ baş verib və daha sonra şəhərin gücləndiyini dünyaya göstərmək üçün Place of Fine Arts tikilib. Daha sonra burada sərgi keçirməyə planlaşdırırdılar. Sərgi keçirilsə də, bitsə də sonradan saxlayıblar bunu abidə kimi və şəhərin əsas simvollarından biri hesab olunur və turistlər buranı daha çox bəyənir, gəlirlər, şəkil çəkdirirlər, gəzirlər, piknik eləyirlər. Mən də şəkil çəkdirdim təbii ki, keçid eləyib Instagrama baxa bilərsiniz. Palma sevgimi heç kim sorğulamasın məncə. Və bugün San Fransiskoda gəzmədiyim yer qalmadı. Burada Stanford Universitetidir. Baxın, nə gözəldir. Və universitetin həyəti. Çox qəşəng görünür. Bəli dostlar, an etibarilə Los Angeles'dayam. Siz o hissələri qaçırdınız, çünki kameramın zaryadkası bitmişdi. Yol boyu heç nə çəkə bilmədim, amma Instagramda highlight hissədə var. Keçid edib baxa bilərsiniz. Nəysə, vlogumuza Los Angeles'dan davam edirik. İndi gecə saat 1-dir, yatmalıyam. Sabah durub buraları birlikdə gəzəcəyik. Good morning. Tutduğum evin mənzərəsinə baxın. Düz Walk of Fame'ə baxır. Gecə görsənmirdi, indi daha aydın görünür yerdəki ulduzlar. Və gəldim səhər yeməyinə. Waffle deyilən bir yerdir.
Çay istəmişəm. Mənə belə bir çay gətiriblər. Və yeməyin qalanları gəldi. Avokado tost, yumurta və pankek. Neyse dostlar, yemək yedim. İndi gedirəm Hollywood yazısının yanında şəkil çəkməyə. Belə bir şey giyinmişəm. Məncə qəşəngdir və uyğundur mənə. Aha, buradaymış. Biraz daha yaxınlaşmaq lazımdır amma. Deməli dostlar, gəldim bu Hollywood sayının yanına və hər kəs burada şəkil çəkdirir. Bayaq burada heç kim yox idi. Dedim, burada bir dənə düşmüş şəkil çəkim. Yenə hamı gəldi. Və digər tərəfinə gəldim, çıxdım. Maşınla bura gəlmək olmurdu deyə piyada qalxdım. İndi isə bir şeylər çəkəcəm. Walk of Fame'dəyəm və yerdə bir sürü ulduz var. Bir də çoxdandır çəkmək istədiyim bu trend var idi. Axır ki, bura qismət imiş. Keçid eləyib Instagrama baxa bilərsiniz. Yəni, oynadım. Bura çox qarma-qarışıqdır. Mən burada video çəkmək istəsəm, insanlar üstümə çıxar. Çox qarışıqdır. Çox. Burada Çin teatrı var. Neysə dostlar, bu küçəni də belə gəzim. Daha sonra gedəcəm. Rodeo deyilən bir yer var. Qəşəng, maraqlı küçədir, həm də daha bahalı küçə hesab olunur. Qəşəng markalar var. Yəni alış-veriş falan da eləyə bilərəm deyə düşünürəm. Burada da qəşəng bir alış-veriş mərkəzi var. Hamı şəkil çəkdirir. Trump'ın ulduzu. Burada Rodeo'nun ən məşhur küçəsi hesab olunur. Hamı burada şəkil çəkdirir. Arada məni də görün istədim. Biraz da üzü belə gedək, küçəni gəzək. Bəyəndinmi buranı? Çox qəşəng görünür. Bura nə qəşəngdir belə. Yadınızdadır, bundan axtarırdım. İndi Instagramdan izləyənlər məni bilir. Bu rəngini seçdim. Təzə çıxıb Prada'nın ənlikləridir. Xəyalımdakı maşını tapmışam dostlar. Görün nə şirindir. Minnoş. Bu da günün yeməyi. Və bu dəqiqə özümü Cheesecake Factory'də, huzur evində hiss eləyirəm. Heç nə. Bu da aldıqlarım. Buna baxın, nə qəşəngdir. Dior'un yanında. Orada da qəşəng bir Ferrari var. Gedək onu çəkim sizin üçün. Nə rəng sayılır bu? Tam qara deyil. Badımcanın tünd rəngi. Deməli dostlar, yeməkdən sonra dediyi bir gələk biraz yüngülvari kardiyo eləyək və Santa Monica sahillərindəyəm. Burada ev var, onu sizə göstərəcəm. Və buranı çox vaxt çəkib paylaşırlar ki, bu görünən hissə, bu da içdə olan falan nəsə belə TikTok falan çəkirlər burada. Qəşəngdir amma. Bu rəngli evi başa düşdüm, amma bu qaranı kim tikib, niyə tikib, nə məqsədlə onu anlaya bilmədim açığı. Ay Megi, nətərsən? Bəli dostlar, burada Santa Monica'nın End of the Trail-ni görürsünüz. Bu da Chicago'dan Santa Monica'ya qədər uzanan ən tarixi, qədim yol hesab olunur. Hamı da burada gəlir, belə qəşəng şəkil çəkdirir. Bura nə gözəldir. İndi isə Santa Monica'nı gəzirik. Düzdür, biraz gecdir, çox mağaza bağlanıb, amma ümumi görüntü xoşuma gəldi. Və dostlar, bugünün kombini bu şəkildədir. Bilirsiniz, hara gedirəm. Sürpriz olsun. Çox qəşəngdir.
Və artıq Universal-dayıq. Və bu da məşhur qırmızı xalça. Gedirik Universal Studioya doğru. Birinci başladıq Lower Lotdan. Gedək görək sırada nə qədər qalacağıq. Aşağı mərtəbəyə düşdük. Burada da istədiyim mumya atraksiyonu var. Gedirəm ona binməyə və günümüz belə başlasın. İndidən çəkirəm, birdən orada olanda çəkə bilməsəm, baxın belə bir atraksiyondur. Aparır sizi mumyaların içində gəzdirir, sonra da gətirir. Uşaq vaxtı nə qədər oynayırdım mən bu oyunu. Ya, çox qəşəngdir, ona baxın. Ya, çox sevdim buranı mən. Bütün uşaqlığım Mario oynamaqla keçibdə, yəni. Və Mario papağımı taxdım. Gedirəm oyun oynamağa. Mario da qəşəng idi, maraqlıydı. Bunu da sevdim. İndi gəldik ikinci hissə. Harry Potter sevənlər üçün çəkirəm. Mən çox sevmirəm, amma sizin üçün çəkəcəm. Harry Potter Ride'dan sıra gözləyirəm. Səslər, hər yerdən qışqırıq səsləri gəlir. Bayaqdan 5 dəfə diksinmişəm. Burada Harry Potter'ın belə bir mağazası var. İçəridə hər şey satılır, bildiyiniz. Burada hətta çubuqları var. İstədiyinizi seçib ala bilirsiniz. Və ucundan belə alov çıxır. Hər növü var. Hamı da gəlir, təbii ki, həvəskarlar. Gəlir, seçir, alır. Və studiya tura doğru gedirik. Yarım gün belə bəs elədi ki, buranı tam gəzim, istədiyim yerləri görüm. Əgər Hindistan vloguma baxmamısınızsa, keçid edib Hindistan vloguma baxın. Çünki orada da film studiyalarını gəzmişdim. İndi isə Hollywood film studiyalarını gəzirik. Belə bir avtobusdur, hamını yığır və aparır, gəzdirir. Harca 45 dəqiqəlik, 60 dəqiqəlik belə audio turdur. Hindistanda olanda oradakı film studiyalarını görəndə demişdim ki, mütləq Hollywood film studiyasına da gedəcəm və buradayım. Filmlərdə gördüyümüz bəzi evlər. Bu evi bir dənə film var idi. Küçülən həyatlar. Deyəsən orada görmüşdüm. Çox oxşadı ona. So by the time Universal made the move real in the değilmiş. 1930s, because her novel was over 100 years Alaçatıdakı old evlər in the oxşadı public biraz. domain, it meant Burada da çəkiliş kameraları falan var. alone. There's another shark in there with him, so I'm gonna see if I can try to warn George. So let's see. Hey, George, buddy, if you can hear me, you need to get back to the boat. Big shark headed right your way. Ve sel. Wow. Burada çekilen filmleri gösterir bakın. Burada çekilip. It was because the Hollywood sign was celebrating its 100th from the plane graveyard out in the Mojave Desert. In order to get the plane out here, they chopped it up into 4 pieces to fit on 4 flatbed trucks. And then Böyle dövüşlü, ölümlü, itimli sahneler de burada çekilmişler. is a beauty about a large scale invasion. Burada da böyle Funland var. Mini atraksiyonlar. Daha çox uşaqlar üçündür. Luna Parka oxşuyur. Ona görə də yəqin ki, buraları çox gəzməyəcəm. Burada da bir dənə Minion kafe var. Və burada
Burada hamı Scooby-Doo karakterləri ilə şəkil çəkdirir. Burada isə son olaraq gəldim Waterworld-a. Burada şov var. Şovu izləmək istəyirdim, amma saat 4-dədir. Sizcə izləməyə dəyər, yoxsa? Hey, Shark! Səncə gözləyim, gözləməyim? Nə deyirsən? Bayaqdan 50 min dənə yer gəzdiyim üçün çox yorğunam. Əslində şovu izləmək istəyirdim, amma bir saatda gözləmək istəmirəm. Çünki hələ saat 3-dür, növbəti şov saat 4-də olacaq deyir. Yəni minimum 1 saat gözləməli olacağam. Ona görə də açıqlığı gözləmək istəmirəm. Bu qədər uşaqlıq bəsdir. Gedək alış-verişə. Hal-hazırda bir dənə üstümə pencək aldım, gəldim Citadel Mall-a və burada deyirlər ki, çox qəşəng endirimlər var. Başlayıram alış-veriş eləməyə və cəmi 2 saat vaxtım var. Mən də dedim, ən sevimli markam Guess-dən başlayım. Bir-iki dənə sumka seçmişəm. Keçən dəfə bəyəndiyim Shortikin başqa bir versiyası var idi. Onu da aldım. İndi də gedirəm başqa mağazaya. Köməyiniz lazımdır. Görün nə qəşəngdir. Və mallun ümumi görüntüsü bu şəkildədir. Mənim də 1 saat vaxtım qalıb. Günün sonu arkadaşlar. Mən və aldıqlarım. Bugünün də looku bu şəkildədir. Gedirəm Venice Beach-ə. Bu arada ani bir qərarla bu axşama Vegas'a bilet almışam və 2 gün sonra ad günümdür. Vegas'da keçirəcəm. Əslində maşından gedəcəkdik. Sadəcə elə oldu ki, mən tək Vegas'a uçmalı oldum. Və görün yanımda kimlər var? Salam. 3 gündür sağ olsunlar. Mənə yoldaşlıq eləyirlər. Bugün də dedilər ki, Venice Beach-i görmədən gedə bilmərsən. İndi nəysə Venice Beach-i gəzirik. Sonra elə birbaşa havalimanına. Nə qəşəngdir ora. Nə qəşəng düzəldi. Barbie'nin səhnəsi burada çəkilibmiş. Bir də bura mənə bilirsiniz haranı xatırlatdı. Keçid eləyin Braziliya vloquma, orada baxın. Copacabana sahillərini xatırlatdı bura mənə biraz. Burada belə gəzirsən, sağda solda restoranlar var, nəsə satılır. Sonra voleybol, basketbol falan oynuyorlar. Yəni oxşuyur. Baxın burada basketbol oynuyorlar. Mənim gözüm rəngli deyə inşallah qız yıxılmaz oradan. Dostlar, indi isə gəldik aeroporta. Əgər bura gəlmişsinizsə, inanaq burger yemədən getməyə olmaz. Ona görə də gəldik bura burger yeməyə. Birazdan burada təyyarə keçəcək. Onu çəkəcəm. Gəlir. Gəlsin. Gəldi. Gördünüz? Mən də gördüm. İndi burgerimizi yeyə bilərik. Burgerlərimiz də gəldi. Çox dadlıdır. Yediyim ən dadlı 4-cü burger ola bilər. Birinci yer soruşsaz Helsinki'də yediyim bir burger idi. İkinci yer Bakıda deyəsən Friday'də bir dənə burger yemişdim, içi kələmli. Üçüncü Miami'dəki yediyim burger, 4də bu ola bilər. İndi isə gəlmişəm öz təyyarəmə minməyə.
və yollanıb Las Vegas'a ad günümü Vegas'da keçirəcəm.